Salam hörmətli izləyicilər. İş axtararkən bir şirkətin reklam işi ilə bağlı, reklam marketinq işi ilə bağlı bir elanla rast gəldim. Müraciət etdim və şirkət TNS şirkəti idi. Adı yadımdan çıxdığından süni intellektdən belə bir sual soruşdum. Soruşdum ki, Azərbaycanda beynəlxalq şirkət kimi fəaliyyət göstərən, yazmışam TS, nəsə də axır. Bu kimi şirkətdən mənə iş təklifi gəlib və 20 AZN ödəniş etməliyəm ki, 4 AZN kataloq üçün tutulacaq, 16 AZN isə 8 rəqəmli kod verilərək məni sistemə qeyd edəcəklər. Və cavab. Sizinlə paylaşılan bu şərtləri təhlil etdikdə və bu sxemin bir çox şəbəkə marketingi, MLM və ya çox vaxt şübhəli fəaliyyət göstərən Tianshi şirkətin iş metodlarının çox bənzərliyini görürəm. Və indi yavaş-yavaş hamısını oxumayacağım təbii ki, ekranı scrolling eləyəcəm. Özünüz baxın, görün, süni intellekt mənə bununla bağlı nə məsləhət verir. Yəni, belə bir iş təklifləri olarkən xahiş edirəm, ilk öncə onları araşdırın. Sual yazın, birdən-birə getməyin, ödəniş etməyin və nəticədə aldanmayın. Qızıl qayda heç bir real işə qəbul zamanı namizəddən pul tələb olunmur. Əksinə, işə götürən sizə vaxtınızı ayırdığınız üçün borcludur. Yəni, belə bir nəticəyə gəlirik. Bu, Azərbaycanda bir çox şirkətlər tərəfindən yürüdülən bir sxemə gətirib çıxarır. Bu şirkətlərlə bağlı bir nüans var ki, siz gedirsiniz, məhsulları öz məvacibiniz hesabına alırsınız. Sonra ondan nə qədər qazanc əldə edəcəyiniz, bu artıq sizin öz səriştənizə qalır. Əgər real ofis işi axtarırsınızsa, fiks maaşlı iş axtarırsınızsa, belə təkliflərdən uzaq durun. Yəni, hər kəsin təbii ki, öz seçimi ilə bağlıdır. Kimsə istəyirsə də təklifi qəbul edə bilər təbii ki.